Herkese Salam! Hər birinizi xoş gördük. Bugündən etibarən YouTube platformasında yeni bir onluq proqramını sizə təqdim edəcəyik. Bir onluq proqramının əsas mahiyyəti ölkəmizin ən keyfiyyətli musiqilərinin YouTube baxışlarına əsasən onluğunu formalaşdırmaqdır. Bir daha qeyd edirəm ki, bura ən keyfiyyətli musiqilərin onluğu olacaq. Bu həftə 10-cu pilləmizin sahibi Hissdir. Əlbəttə ki, yeni təqdim olunan Sevə-Sevə mahnısı ilə. Qeyd edək ki, bu musiqi bu həftə 147.476 baxış toplamaqla 10-cu yerə layiq görülüb. Səni sevə-sevə yaşadım bəs. Səni sevə-sevə məhəbbətdən aldım. 9-cu pilləmizin sahibi yeni və gözəl musiqisi ilə səhnəmizin ən nazlı və ən zərif xanımı Xumar xanım Qədimovadır. Onun yeni Eşq naməsi əsəri 153.750 baxışla 9-cu yerə yerləşib. Dedim eşq naməsin bir geri qaytar. Bugün yarı görüb mən üzr istədim. Dedim eşq naməsin bir geri qaytar. Son zamanların ən hit musiqilərinin bəstəkarı bu dəfə öz ifası ilə yenidən gündəm olmağı bacarıb. Belə ki, Kazımcan Danış Mənimlə mahnısı ilə 172.429 baxış toplayaraq 8-ci pillədə qərarlaşıb. Yanına uçur vaxtım, gözlərinə baxdım, nə qədər sərxoş olub baxdım, belə yazılıb baxdım, sənin üçün darıxdım yenə də. 7-ci pilləmizin bu həftə sahibi Mehindir. Sevmək mahnısı bugünün aktual musiqilərindəndir və 200.740 baxışla 7-ci yerə sahibdir. Bu arada keyfiyyətli musiqilərin baxış toplaması bizi çox sevindirir. Sevmək ən gözəl bir histir, yaşamaq üçün sevmək. Respublikamızın xalq artisti Zülfiyə Xanbabayeva bir ilə yaxındır ki, təqdim etdiyi Mənə Bir Xəbər Göndər musiqisi ilə hələ də aktualdır. Ondan sonra daha 3 musiqi təqdim olunsa da, baxış sayına görə Mənə Bir Xəbər Göndər 236.930 baxış sayı ilə 6-cı pillədədir. Mənə bir xəbər göndər, yazılardan alım qoxunu. Mənə bir xəbər göndər, dərxəndə oxuyum məktubunu. Səhnəmizin divası səhnəni alt-üst etməkdən yorulmur. Fərqli janrda olan Can Ol mahnısı 382.300 baxış sayısı ilə 5-ci yerə layiq görülüb. Eşqin ilə can ol canda canıma. Halım yaman sən ol yanan halıma. Sos! Bəli, biz sos elan edirik. Ölkə sərhədlərini aşan bu musiqi aktuallığını itirmir. Bir həftəyə düz 464.826 baxış toplayıb. 10 aydır ki, işıq üzü görən bu musiqi son bir həftədə yarım milyona yaxın baxış toplayıb. Aygün xanım, siz neyinirsiniz? Show business'te bir yandan SOS. Gəldik Qızıl Üçlüyümüzə. Burada son bir həftədə güclü musiqi müharibəsi baş verdi. Aygün Kazımova bu həftə yeni üfüqlər açdı və 476.277 baxış sayı ilə 3-cüdür və bu hit paradda sayca 3-cü musiqisi ilə. Mən üfüqdən gələn eşqən, sən ömürlük sahibim. Mənə sevgi ümid olmuş səni. Respublikanın xalq artisti Röya Ayxan ilə hitmaker Murad Arif birləşərsə nə baş verər? Bax, elə o baş verdi. Bir həftəyə yarım milyondan çox baxış, TikTok trendi, şirin rəqsi ilə hit olduğunu sübut etdi və ilk həftədə birbaşa 2-ci yerə gəldi. 602.140 baxış ilə. Gəldik ilk həftəmizin qalibinə. Səssiz, səmirsiz, sakit formada burada yer alan Roza Zəlgərlidir. 7 ay öncə təqdim olunan İstədim musiqisi 714.566 baxış sayı ilə 1-cidir. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Bununla da ilk həftəmizi tamamladıq. Gələn həftə görüşənədək.